ölkələrində, bu da maşallah məxfi idarələrdə, ölkənin digər sistemlərində böyük vəzifələr tutublar, hal-hazırda işləyirlər, hal-hazırda da hazırlaşdırılır. Eyni zamanda, yəni hansı idman növü ilə məşğul olurlarsa olsun, o idman növünü təbliğ eləməklə, öyrətməklə bərabər eyni zamanda möhkəm iradə sahibi olmağı da öyrədirsiniz. Mən belə anladım, belə başa düşdüm. Əsas mənim bu bayaq qeyd elədim ki, bu tələbələrin maşallah sayı, dünya Avropada böyük nəticələrimin çox olmasının sayı insana psixoloji nastroyka deyirlər. İndi bunu müəllimlər, motivasiya da stimuldur, onun yaxşı verməkdir. Əsas beyin hazırlığıdır, o lazımdır. Bizdə əsas təbliğat odur. Üstünlük məndə odur. Demək olar ki, məndə cənab nazir gəldi, Fərəd Qayıbovudan təşəkkür edirəm. O da bizim salımızın açılışından, Əhməd İdman Mərkəzinin açılışına gəldi. Öz müavinlərindən böyük mütəxəssislər gəldilər. Orada da demək olar ki, o tövsiyələr getdi. O gücü görür, o necə deyim sizə, o elmi gördü ki, orada yəni bu vətənpərvəri ruhu gedir. Əsas budur. Yəni orada danışıqlarda da bir də bizdə məsləhət gördük qızlar üçün də. Burada Fərid müəllimlə məsləhət gördük ki, bu da qızlar üçün. Biz ondan sonra biz demək olar ki, qızların qrupasını açdıq. Maşallah bugün Avropa Dünya Kubokun qalibləri var, qız döyüşçüləri. Ona görə bu üzrə də ciddi biz proqram hazırladıq, qrup başladıq. Bu da hal-hazırda maşallah döyüşürlər. Hətta İrandan orada qızlar da gəlib bizdə fəaliyyət göstərirlər ki, bunlarla döyüşək, biz burada hazırlaşaq. Özəlliklə Azərbaycan elə bir yurt yeridir, elə bir məkandır, elə bir tarixi bir yerdir ki, Azərbaycanın hər zaman təkcə qadınlar da bəylərlə bir yerdə, kişilərlə bir yerdə çiyin-çiyinə döyüşürlər. İdmanın müxtəlif sahələrində istəyir atçılıq üzrə, atıcılıq üzrə, hər idman növü üzrə onsuz da qadınlarımız həmişə bəylərlə bərabər yarışırlar. O qəhrəman xanımlarımız var, qəhrəman igid qızlarımız var, oğullarımızla bərabər. Süleyman bəy, həm də vətənpərvərlik ruhunun yüksəldilməsi barədə qeyd elədiniz ki, idmançılarınızla vətənpərvərlik söhbətləri eləyirsiniz. Azərbaycan bütün vətəndaşlar üçün Azərbaycan bayrağını yüksəklərdə görmək bir başqa hissdir. Amma idmançı üçün ki, o cür ağır yarışlardan sonra, rəqibin məğlubiyyətə uğratdıqdan sonra o bayrağı ki, yüksəklərə qaldırır, bir başqa hissdir. İstəyirəm ki, həmin bir idmançı kimi o Azərbaycan bayrağını ki, qürurla qaldırırsınız, o hisslər, hansı hisslər yaşayırsınız, onu bir də sizin dilinizdən eşitək. Bizi döyüşdən döyüşə aparan elə o hisslərdir. O hissləri yaşayanlara Allah güc versin buradan. Allahdan arzulayıram. Onlara yeni qələbələr arzulayıram ki, o hissi bir yaşayanlar bilər ki, o necə qürurlu bir şeydir. İnsan həyatında o ölkə üçün, bayraq üçün verməyə əmin anlar hazır olur. Yəni o elə bir hissdir. Ona hamısını Allahdan arzulayıram. Tək idmanda yox, digər sahələrdə də istəyirəm ki, o hissləri yaşasınlar ki, müəyyən təhsildən olimpiyadalar olur. Müəyyən işlər olur ki, ona görə mən ən çox arzulayardım ki, stil məktəblərdə vətənpərvərlik ruhundan söhbətlər geçsin, çox danışılsın. İndi bu da cavan uşaqlar bir müddət görürsən, müəyyən telefonlara vaxt çox ayırırlar, o mənfi təsir göstərir. O 2 saatdan, 1 saatdan o yəqin qanunların, qaydalarını bilirlər. Ondan artıq olmaz.